Salam dəyərli izləyicilər, ölkə və dünya iqtisadiyyatında qlobal bazarlarda baş verən ən son hadisələrin, trendlərin təqdimatında efirdə iqtisadiyyatdır. Bugün biz bir sıra xəbərlərlə qarşınızda olacağıq, amma daha çox nəyə toxunacağıq, anonslardan biləcəyik. Almaniya Azərbaycanla enerji nəqliyyat kommunikasiya sahəsində əməkdaşlıqda maraqlıdır. Qızıl növbəti rekord imza atdı. Hədəf hər unsiya üçün $4000. Trumpın rüsum siyasəti qlobal bazarlarda kəskin volatilliyə gətirib çıxartdı. Son 5 ildə Azərbaycan-Almaniya arasında qarşılıqlı ticarət dövriyyəsi 1,7 dəfə artıb. Ölkəmizdən Almaniya əsasən kimya, neft və neft məhsulları, kənd təsərrüfatı malları ixrac olunur. İdxalın tərkibində isə daha çox avtomobillər, maşın və avadanlıqlar, kimya və dərman məhsulları üstünlük təşkil edir. Almaniya prezidenti Frank-Walter Steinmeierin Bakıya səfəri zamanı iqtisadi əlaqələrin daha da artırılması yolları müzakirə olundu. Almaniya lideri ölkəsinin orta dəhliz layihəsində maraq göstərdiyini bir daha vurğulayıb. Və onu da qeyd edək ki, dünyanın aparıcı birjalarında qeyri-müəyyənlik hökm sürür. Biz birjalarda baş verən proseslərə diqqət yetirəcəyik. Avropa birjalarında istisnasız olaraq indekslər azalıb. Səbəb iş adamlarının tərəddüdüdür. Biznes mərkəzləri Trumpın açıqlamasını gözləyir. Amerika Birləşmiş Ştatlarında isə birjalarda ciddi çalxalanma müşahidə olunmur. Amerika Birləşmiş Ştatları prezidenti rüsumla bağlı qərarını Vaşinqton vaxtı ilə saat 16:00-da birja bağlandıqdan sonra elan eləyəcək. Bu da Bakı vaxtı ilə 3 aprel axşam saat 12 radələrinə təsadüf edir və həmin saatda Avropa və Asiya birjaları bağlı olacaq. Və ekspertlər yaxınlaşacağına bağlı ehtimallar var. Digər bir məsələ, Trumpın rüsum qərarının Avropa iqtisadiyyatına təsiri də müzakirə mövzusudur. Ekspertlər hesab edirlər ki, ən böyük zərbə Avropa İttifaqı iqtisadiyyatına dəyəcək. Bununla yanaşı avro-dollar məzənnəsi də 1,08 səviyyəsinə düşüb. Ekspertlər vahid valyutanın qırmızı zonada qərarlaşmasının səbəblərini Fedin faiz siyasəti və Avropadakı iqtisadi zəiflik və geosiyasi risklərlə əlaqələndirirlər. Amerika Birləşmiş Ştatlarında yüksək faiz dərəcələri dollara tələbi artıraraq avronu təzyiq altında saxlayır. Eyni zamanda Avropa Mərkəzi Bankının siyasəti və iqtisadi göstəricilər Avropanın gələcək istiqamətini müəyyən edəcək. Avronun ucuzlaşması davam edəcəkmi? İstər bu barədə danışaq və bu haqda bizə Almaniyanın Kommersbankının eksperti Murad Cəlalov məlumatları çatdıracaq. Murad müəllim, salam, hər vaxtınız xeyir olsun. Zəhmət olunsa deyərdiniz, avro-dollar münasibəti avro dəyərlikdirəcəkmi və Avropanın iqtisadiyyatı? Hər vaxtınız xeyir, mən də sizi salamlayıram. Bəli, deməli, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump hakimiyyətə gəldiyi ilə ilk gündən yeni qaydaların, qanunların tətbiq olunacağını nəzərə çatdırdı. Elə bunlardan da ən birincisi tariflərin artırılması idi, hansı ki 3 aprel bunun həyata keçirilməsi zamanındadır. Buna görə də Avropada böyük bir ajotaj yaradıldı. Çünki məlum səbəblərə görə böyük bir avtomobil bazarından itirən, Rusiya kimi avtomobil bazarından itirən Avropanın ən böyük bazarlarından biri də Amerika idi. Təkcə ilə mən yaşadığım Almaniya öz istehsal etdiyi avtomobillərin təkcə dünya üzrə 13,1%-ni Amerika Birləşmiş Ştatlarına ixrac edildi. Keçən ilki 2024-cü il statistikasına nəzər salsaq görərik ki, 24 milyarddan çox avro gəlir əldə etmişdik. Bir il ərzində 785 min avtomobil Amerikaya ixrac olunubsa, Amerika öz avtomobillərinin təkcə olaraq 217 minini Avropaya ixrac etmişdir. Və burada da böyük bir fərqi görmək olur. Buna görə də ən böyük zərbə Avropa Birliyinə dəymiş olur. Amma Amerikanın bu atdığı addımda əsas nəzərdə tutduğu məqsədi odur ki, Avropa bir tərəfdən Rusiya kimi bazarını itirək sıxışdırılıb, ikincisi tarifləri tətbiq etməklə Avropanı daha da bir gərgin vəziyyətdə salaraq neft və qazını özündən Amerikadan almasını tətbiq etməyə çalışır. Çox sağ olun. Minnətdarıq sizə Murad müəllim və qeyd edək ki, ekspertlərimiz də qeyd elədiyi kimi dünya bazarlarında, qlobal birjalarında baş verən proseslər birbaşa eyni zamanda regionu və Azərbaycan iqtisadiyyatına təsir etdiyi üçün bu barədə də məlumatları çatdırırıq və istərdik səhmlərə nəzər yetirək. Maraqlı məsələlərdən biri ondan ibarətdir ki, baxmayaraq dünən Tesla olsun, Amazon, Microsoft, Nvidia və digər kriptovalyutalarda, daha doğrusu səhmlərdə dəyər itkisi var idi. Amma bugün bütün səhmlər əsasən yaşıl zonadadılar. Bunun da əsas səbəblərdən biri də məhz Birləşmiş Ştatlar prezidentinin Donald Trumpın verdiyi qərarlar oldu. Səhm bazarına baxdıq, istərdik digər birjalarda baş verən proseslərə, trendlərə də diqqət yetirək. Maraqlı məsələlərdən biri ondan ibarətdir ki, dünyada artan gərginlik, geosiyasi faktorlar fonunda kriptovalyutalarda kəskin dəyər qazanır. Elə Bitcoin dünən
83 min dollara kimi eniş edən Bitcoin artıq 85 min dollar civarındadır və təxminən 1000 dollar dəyər qazanıb. Ethereum da nisbətən bahalaşır və Binance Coin isə nisbətən ucuzlaşıb. Dediyimiz kimi qeyri-müəyyənlik fonunda kriptovalyutalar, coinlərin dəyərində bahalaşma müşahidə edilir. Digər biz həm qiymətli kağızlar və birjalarda baş verən digər proseslərə də nəzər yetirəcəyik. Qlobal ərzaq bazarında da ciddi artımlar var və bunlara da biz nəzər yetirmək istəyirik. İlin 2 ayında 1,6% ucuzlaşma baş versə də fevral və mart ayında müvafiq olaraq 1,6-1%lik qiymət artımları da müşahidə edilib. Daha çox qiymət artımı şəkər